Alimlər deyirlər ki, insan Allaha dua edib istəyəndə birinci yaxşıdır ki, Allah Taala'yı təriflər desin. Allah Taala'nı tərifləsin. Fikir verin, nə deyir? La ilahe illa ent. Səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Allah Taala'nın ən xoşladığı kəlmədir. Allah Taala demək ki, ya Rab, səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Subhanak. Sonra yenə Allahı tərifləyirsən. Sən bütün nöqsanlardan uzaqsan. Bütün nöqsanlardan uzaqsan. Sonra deyirsən ki, inni kuntu minaz zalimin. Mən də öz nəfsimə zülm eləyənlərdən olmuşam. Alimlər deyirlər ki, duada yaxşıdır ki, insan birinci Allahı tərifləsin, sonra istiğfar, əstəğfirullah desin, sonra Peyğəmbər sallallahu əleyhi və səlləm salavat desin, sonra öz ehtiyacını Allah Taala'dan istəsin. Çünki bunlar böyük səbəbdir. Fikir verin, deyir ki, Allah Taala deyir ki, fəstəcəbnə ləhu. Biz ona cavab verdik. Və nəcceynəhum minəl qam. Yunus əleyhissalama cavab verdik və onu o qəm, qüssədən, kədərdən, düşdüyü çətin vəziyyətdən deyir, qutardıq. Sonra görün Allah Taala nə deyir? Və kəzəlikə nuncil müminin. Və beləcə də möminləri xilas eləyəcək. Kimlər Peyğəmbərin yolun getsə, Peyğəmbərlərin sünnəsini yaşasa və onlardan götürsə, onları özünə numuna götürsə, Allah Taala söz verib ki, onlara cavab verəcək. Çünki Allah Taala özü Quran-ı Kərimdə başqa ayədə buyurur ki, لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ. Artıq Peyğəmbərlərin həyat hekayələrində ağıllı olan insanlar üçün fikir verin. Ağıllı olan insanlar üçün deyir, ibrətlər var.